her bir insan için onun milli mensubiyeti onun gurur mənbəyidir. Gelin bir çay demir. Tüyücüleri gel. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid qardaşlarıma Allah rəhmət eləsin. Bizdə Azərbaycan Respublikasının şəhid ailələri, Əlillər və Müharibə Veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi olaraq bugün qəhrəman şəhidlərimizin evin, ailəsin ziyarətə gəlmişik və özümüzə borc bildik və hər zaman qəhrəman şəhidlərimizi anmalıyıq, gəlməliyik, ziyarət eləməliyik. Ona görə ki, biz şəhidlərimizə bir ömür boyu borçluyuq. Və bizə dəstək olan dostlarımız var, qardaşlarımız var. Cəmil qardaşımın, Allah razı olsun, Şərurlu balası Cəmil. Hər dəstək olanlara təşəkkürümüzü bildiririk. Samaya bacı bugün şəxsən özü sovqat gətirib, dəstək olur şəhid ailələrinə. Şəhidimizin qardaşı Namiq Əhmədov, Səmaya bacımız Təhməzov, Səidin, şəhidimizin bacısıdır. Əhmədov Zülfəli İbrahimoğlu, qardaşı Namiq buradadır, şəhid qardaşı və sədrimizin mavini Qaraşova Dürdana xanım, şəhidimizin anası İradə ana, Rafiq qardaşımız. Və indi ad deyir, bütün bizə hər kəs kim dəstək olubsa, Natiq qardaşımız, Rüstəm qardaşımız, Şirniyyət evindən. Allah sizdən razı olsun, təşəkkür edir sizə. Sizə Allah səbir versin, İradə hanım. Çox sağ olun, başım. Samaya bacı, Allah sizə də səbir versin, Namiq qardaşıma. Siz şəhid ailəsiniz, bu şəhid bacısıdır, Samaya bacı. O da şəhid qardaşıdır, bilirsən, Zülfəlinin qardaşı. Yəni, bu bir həmi xoş, həmi kədərli yol olsa da, bugün biz şəhidlərimizdən qürur duyuruq. Və özümüzə hər zaman borc bilirik ki, şəhid evlərini ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid valideynlərinin qarşısında baş əyirik ki, bizim vətənimiz üçün, xalqımız üçün belə vətənpərvər övladlar böyüdüklər. Bundan əlavə, Azərbaycan Respublikası şəhid ailələri, əlilləri, müharibə veteranlarının İctimai Birliyinin sədri, hörmətli Tahir müəllimə də öz təşəkkürümüzü bildiririk. O da şəhid ailələrinə həmişə dəstəkdir, salamlarını da çatdırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah səbir versin, ana. Şəhidlərimiz ölməyib, onlar yaşayırlar, hər zaman bizim qəlbimizdədirlər və bizim də borcumuzdur ki, həmişə sizlərə anaq ki, şəhidlərimizin ruhu şad olsun, onların da ruhu sevinsin, yəni biz də onların həmişə valideynlərinin yanında olaq, dəstək olaq onlara. Yenə də deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin, biz onlara borçluyuq, çalışırıq ki, gələcək gələn nəslər bu şəhidlərimiz haqqında ətraflı məlumat verək ki, onların da deməli, dərindən şəhidlərimizə bələd olsunlar, şəhidlərimizin hər birini tanısınlar. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bilsən, ad və ad demək olar ki, bizim birliyə veteranlarımız, qazilərimiz də dəstək olur. Yəni, Əliyev Əşrəf Savalanoğlu, bizim şəhidçidir, bilirsən. Bugün o da şəhid ailələrinin yanındadır. Gələ bilməsə də, yəni, həmişə bizə dəstəkdir, sovqat dəstəkdir, kömək eləyir.
ki biz o gedə bilməsə də biz heç olmasa bizi yola salsın. Yəni birliyimizin üzvlərindən düz biz Birliyimiz, az bəli. gəlmişik bura, amma onların hər birisi dəstəyi var. Dostlar, Hər birisi- tanışlar çoxdur. Bəli. Dəmir örtükləri Eurohomla, yəni dostlar çoxdur. Hamısına təşəkkür edirik. Allah razı olsun. Samaya bacı heç dünəndən neçə gündür demək olar 1-2 həftədir demişik gedəcəyik. Özü şəhid bacısıdır. Şəhid bacısı olaraq kirimir ki, mən elə xahiş edirəm, mən də sizlə gedim. Ağır işdə Mən işləsə də. şəhid anası deyərdim, yəni Səmaya bacının da anası Bəli. rəhmətə gedib. Biz elə onu şəhid anası kimi tanıyırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nasaz Ruhları olmağına şad baxmayaraq olsun. belə Namiq gəldi. müəllim də şəhid qardaşıdır. Yəni baxmayaraq ki, şəhid ailələridir onlar da, amma onlar hər zaman dəstəkdilər. Biz hansı bir şəhid ailələrinə gediriksə, bax onlar bizə dəstəkdir, bizim yanımızdadılar. Baxmayaraq ki, özləri şəhid ailələridir. Allah can sağlığı versin. Allah bir daha vətənimizə, xalqımıza pis gün göstərməsin. Bir daha vətənimiz şəhid verməsin. Ruhları şad olsun. Əmin amanlıq olsun. Allah cənab prezidentimizi qorusun, ali baş komandanımızı qorusun, ordumuz, əsgərlərimizi qorusun. Amin. Amma bütün şəhidlərimizə rəhmət eləsin. Məkanlar cənnət olsun. Amin. Belə deyirsən. Allah bana, mən də bir şəhid ailəsi olaraq bütün şəhidlərin qarşısında baş əyirəm. Ana sənin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısına Allah rəhmət eləsin. Çox sağ olun, çox var Rəhmət olun. olsun. Yarın Səbir ayaqlarınız diləyirəm, şəhid ailəsində, adımıza səbir diləyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Bizim də borcumuzdur, daim onlara yad edir. Allah şəhid anamızı da, şəhid atamıza da səbir versin. Sağ olun, sağ olun. Ruhları şad olsun bütün şəhidlərimizin. Sağ olun, başına dönün. Çok sağ olun, çok var olun. Yalan ayaklarınız var olsun.